qarşılığı bir dövrdə belə bir iş görməyin özü bir nimətdir. Allah tərəfindən verilir və hər kəsə mən düşünürəm, həmişə deyirəm ki, verilmir. Hər kəs də bunu apara bilir. Yəni, həqiqətən davamlı olsun. Əgər bu davamlı olsa, təsəvvür edin ki, bir il ərzində 12 nəfər ən azı həccə gedəcək. Yəni, o gün olsun Kəbəyə gedəcək ümrə ziyarətinə və o gün olsun ki, bunu qaldırasız ayda 2-yə, biçək ki, bu həyəcan daha çox ki, artıq 10 ilimiz tamam olur ki, 2025-i may ayının 25-ində ilk dəfə seçildi. Hanayeva Mahnura Ədalət qızı. Başka bir Nerede af giyinin geldi direksiyon. Как ангелочкlar hamısı. Ya ben böyüyüm, çok insan böyüyüm burada ama Leyla bizden babası olsa onun sözleriyle ben birleşmişim, bir de büyümüşüm. Düzdür, Allah'ın her zaman inanmışım, Allah'ı sevmişim. Ancak Leyla'nın sayesinde daha da tanımışım, daha da İslam'ı bilmişim, daha da derinliğine geçmişim. Çünkü bugüne Allah neden bunu bəxşedeyim. Leyla, sana da benim teşekkür ederim, benim hukukuma qəbul edəcəyim. Beni her zaman eşittin. Bugün sen adını ödün. Sen Allah'tan bereketli ömür arzulayla.